Bismillah. Ağ zolaq başlayır. Yanvarın ortasında şanslı olacaq bürclər. Yanvarın ortaları bir çox bürc üçün yeni və uğurlu mərhələnin başlanğıcı olacaq. Çətinliklər arxada qalır. Şans qapıları açılır. Buğa, pul və iş sahəsində rahatlanma başlayır. Gözlənilməz gəlir, borcların bağlanması və sabitlik sizi sevindirəcək. Səbrinizin bəhrəsini görəcəksiniz. Şir taleyiniz də ağ zolaq açılır. Karyerada yüksəliş, nüfuzun artması və ətrafdan dəstək gəlir. Diqqət mərkəzində olacaqsınız. Əqrəb, uzun müddət sizi yoran məsələlər həllini tapır. Pul axını güclənir. Yeni imkanlar yaranır. Risk etdiyiniz mövzular uğur gətirəcək. Oğlaq, yanvarın ortası sizin üçün dönüş nöqtəsidir. Planlar reallaşır, məqsədlərə bir addımda yaxınlaşırsınız. Xüsusilə iş və rəsmi məsələlərdə şanslısınız. Balıq, ruhən yüngülləşmə və sevindirici xəbərlər var. Sevgi və pul sahəsində gözlənilməz şanslar qapınızı döyəcək. Məsləhət, bu dövrdə qərar verməkdən qorxmayın. Ağ zolaq aktivdir. Niyyət edin, addım atın və fürsətləri qaçırtmayın.